Salam, xoş gördük sizləri, hörmətli abituriyentlər. Dövlət İmtahan Mərkəzinin 20 sınaq test toplusunun sınağı nömrə 7 izahına başlayaq. Test 1. Solon islahatları. Demək, biz burada solon islahatlarına aid olanları seçəcəyik. Yoxsul vətəndaşların bütün vəzifə tutma hüququ əldə etməsi. Xeyr, bu aid deyil. Taxıl və digər ərzaq məhsulunun ixracının qadağan edilməsi. Demək, biz 2-ni götürəcəyik buradan. Aristokratların həyatları və əmlakının toxunulmaz elan edilməsi. Bu, Drakon qanunlarına aiddir. Borca görə qul edilən Afinaların azad edilməsi. 2 ilə 4. Demək, biri 2, biri 4. Cavab A variantı. Ordu və donanmaya rəhbərlik edən strateqlərin seçilməsi isə Periklin dövrünə aiddir. Test 2. Uyğunluğu müəyyən edin. Afina aid olanı biz buradan seçək. Demək, A aid deyil, B aid deyil, C Afinaya aiddir. Makedoniya dövlətinə aid olan 2-yə A, bir də B-dir. Balkan yarımadasının şimalına yerləşməsi. Dövlətin əsasının Spartaya aiddir. D variantı. Müstəqilliyinə Əhəməni imperiyası tərəfindən son qoyulması. Bunların heç biri aid deyil. Demək, 1C, 2A, B. Üçüncü testə baxaq. Qədim Misir tarixinə aid eradan əvvəl 4-cü minilliyə aid olan hadisələri müəyyən edin. Yazının meydana gəlməsi, bəli. Sonra yuxarı və aşağı Misirin vahid halda birləşdirilməsi, bəli. 1, 2. Demək, biz 1 ilə 2-ni tapdıq. Burada bu birisi variantlar üstündən xətt çəkək. C ilə Y arasında qaldıq. Dövlətin imperiyaya çevrilməsi. Dövlətin imperiyaya çevrilməsi birinci Tutamos'un dövrünə aiddir. Hitlerlə sülh müqaviləsi imzalamaq Ramzesin dövrünə aiddir. Cavab E variantı. Dördüncü testə baxaq. Qədim Yunan mədəniyyətinə aiddir. Demək, biri götürəcək buradan ionik sütunlar Yunan mədəniyyətinə aiddir. 2 Yunanlara aiddir. 3 Yunanlara aiddir. 2 Hindistana, 3 Romaya aiddir. Sonra ilk Olimpiya oyunlarını keçirilməyi, bəli. Demək, 1, 4, Pantenon da Romaya aiddir. 6. Cavab A variantı. 5-ci testə diqqət elə. Göstərilən aid olduğu döyüşləri müəyyən edin. Yunanlar məğlub oldu. Spartadan başqa Yunan şəhər dövlətlərinin azadlığına son. Maqneziya Romaya aiddir. Sleveklərə. Fermopil Əhəməni Yunan şəhər dövlətləri arasında oldu, amma azadlığına son qoyulmadı. Afinanın məğlub oldu. İs Əhəməni Makedoniyadır. Karra, Parfiya, Roma, Xeroniya döyüşüdür. Makedoniyalı Filip Yunan şəhər dövlətinin varlığına son qoydu. Qədim Roma imperiyası bizim meydanın 2-ci əsr tarixinə aiddir. Burada aid olan tək variant A variantıdır. Bunların hamısı eramızdan əvvəl aid olan hadisələrdir. Ona görə də, məsələn, Sardiniya, Korsika adalarının işğal edilməsi bu müharibəsidir. Paytaxtın şəhəri Vizantiya köçürülməsi bu Konstantinə aiddir. Yəni 4-cü əsrə aiddir. İmperiya 2 müstəqil dövlətə parçalanması. Bu da 4-cü əsrə aiddir. 395-ci il aiddir. Qaraksi qardaşlarının islahatları həyata keçirilməsi isə eramızdan əvvəl 2-ci əsrə aiddir. Eramızdan əvvəl 3-cü minilliyə aid olanları seçək. Sparta şəhərinin əsası qoyulması bu 2-ci minilliyə aiddir. Akkad dövləti 2 çay arasında vahid dövlətə birləşdirilməsi. Bəli, işini götürəcəyik biz. Sonra qədim Misirdə ilk yazının meydana gəlməsi 4-cü minilliyə aiddir. Hindistanda Harap şəhər mədəniyyəti 3-cü minilliyə aiddir. Çinin Sin sülaləsinin tərəfindən vahid dövlət halında birləşdirilməsi bu 3-cü əsrə aiddir. Cavab burada oldu. 2, 4, 6. C variantı. 8-ci testə baxaq. Hadisə və nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Fermopil döyüşü. Əhəməni ordusu bütün Yunanistanı işğal elədi. Xeyr.
Əhəməni ordusu Yunanistana qalib gəldi. Şimaldan Dorilərin yürüş etməsi, Krit padşahlığına süqut etməsi, bu vulkan püskürməsi nəticəsində olub. Qranik döyüşü Əhəməni ordusu məğlub oldu, bəli. Afina dəniz ittifaqının yaradılması, Əhəməni donanmasının məğlub edilməsi, bəli. Cavab 3-4 D variantı. 9-cu suala baxaq. Tiranlıq idarə üsulunun yaranması, ordu və donanmaya rəhbərlik edən strateqlərin seçilməyə başlanılması, əmlakıdan asılı olmayan bütün vətəndaşlara xalq yığımında iştirak etmək hüququ verilməsi. Bu Roma Respublikasına aid deyil. Roma Respublikasında ümumi islahatlar 3-cü əsrdədir. Rodosa aid deyil. Karfagen dövlətinə aid deyil. Sparta şəhər dövləti xeyr. Burada cavab Afinadır. E variantı. 10-cu testə baxaq. Qədim Yunanistan eramızdan əvvəl 8-ci əsr tarixinə aid. Belə deyək də 8-ci əsr tarixinə aid hadisələri seçək. Deməli, biz buradan götürəcək Homa və İlyada poemalarının yaranması 1. Sparta tiranlığı yaranması xeyr, 8-ci əsrə aiddir, 7-6-cı əsrə aiddir. İlk dəfə Olimpiya oyunlarının keçirilməsi, bəli, 3. Mən keçən dərslərdə izah eləmişdim ki, bəzən testin 2 variantını tapanda o birisi varianta da baxmağa lazım deyil. Yunan-Əhəməni müharibələrinin başlanması xeyr, bu 6-cı əsrə aiddir. Afina şəhər dövlətinin yaranması, cavab A variantı. 11-ci testə baxaq. Qədim Misirdə, demək 1-ci Tutonosla 2-ci Ramsesin aid olan hadisələri seçəcəyik. Nubiyanın tabi edilməsi, bəli, 1. A-nı götürəcək. İlk dəfə Misir arasında vahid, bu 4-cü minilliyə aiddir. Bu aiddir. Fələstin və Suriyanın işğal edilməsi, bəli, 1-ə A və C. Biz variantlara diqqət edəcək. Bir dənə A variantıdır, 1-ə A, C. O birisi variantlara baxmağa ehtiyac yoxdur. 2-yə baxanda da 2-də də B-ni götürəcək. Kadeş sülhü Ramzesin dövründədir. İmperiyada 1-ci Tutomosdur. İlk piramiddə Coserə aiddir. 12-ci testə baxaq. Afina şəhər dövlətinin eramızdan əvvəl 5-ci əsr tarixinə aiddir. Attikada azad kişi sakinlərinə vətəndaş hüququ verilməsi, bu 6-cı əsrə aiddir. Bu aid deyil. Sparta ilə müharibələrə məğlub olması, bəli, 434. Strateq vəzifəsinin təsis edilməsi, xeyr. Yoxsul vətəndaşlara belə dedim, vəzifə yerinə yetirmək üçün əmək haqqı edilməsi. Bəli, 2 ilə 4-dür cavab burada. E variantı. Onun üçüncü testə baxaq. Xan sülaləsindən fərqli olaraq Sin sülaləsi dövründə Çin səddinin inşa edilməsi, bəli, biri götürəcək burada. Hunlara qarşı dəmir emalının başlanması padşahlıq dövrüdür. Mehdeb Tanhu ilə sülh müqavilə imzalanması, bu Xan sülaləsinin dövrünə aiddir. İlk yazının meydana gəlməsi padşahlıq dövrünə aiddir. Çin əhalisi vahid xalq çevrilməsi, xeyr, bu da aid deyil. İlk dəfə olaraq Çin əhalisi vahid dövlətin tərkibində birləşməsi, bəli, 1 və 6. Cavab A variantı. 14-cü testə baxaq. Qədim Romanın tarixinə aid olan hadisələri xronoloji ardıcıllığına müəyyən edin. Təbii ki, biz burada birinci götürəcəyik padşahlıq idarə üsulunun devrilməsi, eramızdan əvvəl 509-cu il. Deməli, bu variantların üzərinə xətt çəkdik. Yerdə qaldı 2. 2-dən sonraki hadisəni sevmək. 3-ə baxsaq, İtaliyanın, demək, bütün İtaliyanın tutulması eramızdan əvvəl 3-cü əsrdir. 12 lövhə haqqında qanun isə 5-ci əsr. Demək, biz burada götürəcəyik nə? 1-ci, 2-ni, sonra 1-i. 3-ə baxacaq 3-cü əsr, Karfagen öz həyata çevrilməsi isə 2-ci əsrdir. Cavab C variantı. 15-ə baxaq. Cəmiyyətdə məsələlərə dini qanunlarla həll edildiyi idarə etmə sistemi adlanır.
İlk baxışdan baxanda oliqarxiya, yəni varlı adamların idarə üsuludur. Aristokratiya, Yunanlarda biz tanış olmuşuq, onları müdafiə edən bir təbəqə vardır. Respublikada seçimdir, monarxiyada atadan oğula keçmədir. Deməli, burada teokratiya, dini idarə etmə sistemidir. Qədim Şumerlərə aiddir. Demək, hieroqlif yazı növünün yaradılması, xeyr, onlarda bir yazı idi. İki çay arasında yerli sakinlərin olması, xeyr, bunların heç biri aid deyil. Eramızdan əvvəl 4-cü minillikdə təkərin ixtira edilməsi, bəli. Cəmiyyətdə məsələlərdə, bəli. Onlarda cəmiyyətdə, dini məsələlərdə vəzifə tutanlar müharibə vaxtı ordu başçısı olurdu. Dini məsələlər olanda da öz qərarlarını verirdilər. Demək, 3-4. Bir də tarixdə 3 ilə 4-ə baxsaq, burada da bir dənə variant A variantı qalır. 3, 4, 5. 6 da canlı ölülərdə bunlara aid deyil. Şumerlərə. Demək, cavab burada A variantıdır. Uyğunluğu müəyyən edin. Belə dedi, uyğunluq gözlənilmişdir. Deməli, Makedoniya İskəndərin şərqə yürüşü mediada, Makedoniya İskəndərin şərqə yürüşündə Əhəməni imperiyasının varlığına son qoyulub. Akkadlar başçılığı ilə Sarqon Şumer şəhər dövlətini işğal edilməsi, dünya tarixində ilk imperiya meydana gəlməsi, bəli, budur. Qırmızı qarşılar üsyanı, Çində xan sülaləsinin hakimiyyətinin devrilməsi, bu sarı-sarıqlar üsyanıdır, xeyr. Sonra Mete Tanhunun uğurlu yürüşləri, bəli, 2 ilə 4-dür burada cavab. Demək, C düşür. Venetsiya müqaviləsini imzalamaq Çinin şimal hissəsidir, cənubi yox. 18-ci testə baxaq. Qədim Misirdə qullar adlanırdı. Deməli, kiçiklər. Sonra o uyğunluq istəyir bizdə. Bunlar da kiçiklər deyildi onlar. Kiçiklər əkinçilərdir. Nubiyada ilk dəfə Misiri tutması, deməli, 1-ci Tutomasun dövrünə aiddir. Misirdə Fironun ən yaxın köməkçisi Çat idi. Bəli, oğlum təyin edirdi. Kadeş sülhü imzalamış müqavilə Misir birləşdirirdi. Xeyr. Misir onsuz da əvvəldən birləşdirilmişdi. Kadeş sülhü Suriya, Fələstindən Hitlərlə bağlanmışdır. Misirin ilk paytaxtı Fiv idi. Xeyr, Mefis idi. Cavab C variantı. 19-a baxaq. Uyğunluq pozulmuşdur. Qədim Azərbaycan tayfası Lulubilər yürüşü Akkad imperiyasına süqut etməsi. Xeyr, Kutilərin yürüşüdür. Elə cavab buradan göründüyü kimi A variantıdır. Hitlərlə sülh müqaviləsini imzalamışdır. Bəli. Ramzes imzalayıb 1396. Nubiyada Misiri tabi etdi 1-ci Tutomos. Tunc alətləri ilk dəfə hazırlamışdır Şumerlər. Bəli. Misirdə pilləkən formalı ilk piramida aiddir. Firon Coserə aiddir. Deməli, burada cavab A variantıdır. Bunların heç biri uyğunluq pozulmamışdır. Uyğunluq pozulan isə A variantındadır. 20-ci testə baxaq. Het dövləti ilə Kadeş müqaviləsini imzalamış dövlətin ərazisi müəyyən edin. Kadeş sülhü Misir imzalamışdır. 1-dir. Het dövləti də burada Anadolu ərazisinə düşür. Suriyada buradır. Burada Mesopotamiya. Deməli, cavab 1. 21-ci testə baxaq. Yenə də uyğunluq pozulmuşdur. Eramızdan əvvəl 1-ci əsrin yarısında Roma sərkərdəsi Pompey ilə imzalamışdır. Albaniya dövləti, bəli, imzalayıb. Şərqi Roma imperiyasının ərazisi daxil olub, ərazisinə daxil idi. Balkan yarımadası, Misir, Romanın Asiya torpaqları, bəli. Qədim Romada plebeylər xalq tribun seçmə hüququ əldə etdilər 5-ci əsr, düzdür. Romada ilk yazılı qanunlar toplusu Bəx testlərə düşmüşdü, 12 lövhə daş üzərində, bu da düzdür.
Qədim Roma imperiyasının süqutunu sürətləndirdi Spartak üsyanı. Xeyr. Cavab E variantıdır. Daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, qullardan çox istifadə etmə qədim Romanın zəifləməsinə gətirib çıxartdı. 22-ci testə baxın. Neçənci əsrə aid hadisə verilməmişdir? Romada 12 lövhə bayaq qeyd elədik 5-ci əsr. Roma Respublikası tərəfindən Makedoniya işğal edilməsi 2-ci əsr. Qal Julius Sezar senatı öldürülməsi bu 1-ci əsr. Yunanıstanda ilk olimpiya oyunları keçirilməsi 8-ci əsr. Deməli, cavab burada D variantıdır. 4-cü əsrə aid hadisə verilməmişdir. Qərbi Roma imperiyasının tarixinə aid olmayan hadisələri müəyyən edir. Qərbi Roma imperiyası demək parçalandı 395-ci ildə. Deməli, paytaxtı Vizantiya köçürülməsi, dövlətin paytaxtının Yunan şəhərinin Vizantiya köçürülməsi. Deməli, biz burada götürəcəyik nəyi? Biri, bu Şərqi Roma imperiyasının paytaxtıdır. Vandalar tərəfindən Roma şəhərinin tutulması, bəli, tutulub. Bunlarla mübarizə aparılıb, bu aiddir. Sonra qulların öldürülməsi qadağan edən fərmanın verilməsi, bu qədim Romaya aiddir. 1-4. Sonra German tayfaları tərəfindən soyqırtıya uğradılması, bəli, düzdür. Amid döyüşündə Sasanili Alban qüvvələrlə mübarizə aparılması 359. Onda qədim Roma imperiyası parçalanmamışdır. Demək, cavab 1, 4, 6. Qədim Çin tarixinə baxaq. Qədim Çində Xan sülaləsinin hakimiyyəti dövrü üçün xarakterikdir. Xan sülaləsi hakimiyyəti dövrünü götürsək, biri götürəcək. Onların dövründə Vietnamın bəzi əraziləri işğal edilib. Konfus təlimi, xeyr. Çin əhalisi vahid xalqa çevrilməsi, deməli 24-də bunu götürəcək. 1, 3. Mete xaqanla sülh müqaviləsinin imzalanması, bəli. 1, 3, 4. Erkən sivilizasiyanın yaranması bu qədim Çinə aiddir. Onda dövlət qurulmamışdır. 1, 3, 4. 25-ci testə baxaq. Uyğunluq pozulmuşdur. Konfus təlimi yayılmağa başlanmışdır 6-5-ci əsrlərdə, bəli. Qədim Çində ilk dəfə vahid xalqın yaranmışdır. Çin sülaləsinin hakimiyyəti dövründə, Xan sülaləsinin hakimiyyət dövrünə aiddir. Sonra Mikena sivilizasiyası dağılmışdır. Vulkan püskürməsində, xeyr. Spartalıların, Dorilərin yürüyüşü nəticəsində vulkan püskürməsində Kritdir. Çində qırmızı qaşlar üsyanı baş vermişdi bizim eranın 1-ci əsrində. Çində sarsaqlar üsyanı başçılığı edirdi Çijan qardaşları. Burada uyğunluğu var, pozulmayıb. Pozulan variantlar bunlardır. 2, 3, bir də 4. Iyirmi altıncı testə baxaq. Döyüşlərin xronoloji ardıcıllığı müəyyən edin. Oyaşı döyüşünü götürəcək 1-ci, 2, sonra Marafon döyüşünü götürəcək 490 Yunan Əhməni, Xreniya döyüşü Yunan Makedoniya, bir də Qavmaqela Makedoniya Əhməni 2, 3, 4, 1. Uyğunluğu müəyyən edin 27-ci testə baxaq. Deməli, 7-ci əsrə aid olan hadisəni biz buradan götürməliyik, seçməliyik. Azərbaycanda İskit şahlığının yaranması, bəli, 1-ə götürəcəyik D. Sonra eramızdan əvvəl 6-cı əsrə aid olan götürəcəyik E-ni, sonra qədim Romada konsul seçilməyə başlamaq 2, A, E.
Eramızdan əvvəl 5-ci əsrdə də Romada daş lövhələr üzərində hadisələrin, qanunların yazılması. Demək, D-A-E-C. 28-ci test mənbə sualıdır. Deməli, siz burada test videonu saxlayıb baxa bilərsiniz. Burada ümumi baxsıq. Pun müharibəsidir 28-də. 29-a baxsıq. Siciliya adasını ələ keçirilmək, Aralıq dənizinin qərb sahillərini tutmaq, Siciliya. Siciliya adasını ələ keçirmək. Aralıq dənizinin qərb sərhədlərini tutmaq. 30-da da belədir demək. Deməli, 2-ci Karfagen 3-cü Pun müharibəsi sona çatdı. Siciliya, Korsika adaları Roma tərəfindən tutuldu. Bir də Karfagen Roma tərəfindən tutuldu. Karfagen Romanın əyaləti oldu. Uğurlar sizlərə. İnşallah gələn dərslərdə də çəkib yeni testləri paylaşacağım. Kanala abunə olmağı unutmayın.